Əziz müdavimlər və abituriyentlər, bu dəfə biz sizinlə Elçinin Talvar hekayəsini təhlil edəcəyik. Əvvəlcə videonu bəyənməyi xahiş edirəm. Kanala abunə olursunuz. Hansı mövzunun izahını istəyirsinizsə, onu şərh bölməsinə yazırsınız. Həmin izahı yerləşdiririk. Onlayn dərslərimizə qoşulmaq üçünsə nömrələrimiz aşağıda qeyd olunmuşdur. Eyni zamanda 051 399 64 35 nömrəsinə WhatsApp üzərindən yazaraq canlı dərslərimizə qoşula bilərsiniz. Belə, başlayaq. Elçinin Talvar hekayəsindən əvvəlcə qeyd eləyək ki, deməli, əsər kimə həsr olunubdur? Akademik Mehmet Arif Dadaşzadənin xatirəsinə həsr olunmuşdur və bir də yadımıza salaq hansı əsər idi? Deməli, biz Namərd gülləsində görmüşdük. Deməli, orada da ithaf olunma var idi. Yəni, orada da Mehdi Hüseynə həsr olunmuşdu. Belə, baxaq, deyir ki, əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi. Sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın ya nə etsin. Baxaq, əvvəlcə deməli, günortanın cırhacır istisi söhbətinə baxaq. Deməli, buradan biz hansı qənaətə gəlirik? Burada cırhacır istinin olduğu, yəni istinin şiddətli zamanı yay ayında olur. Deməli, belə bir qənaətə gəlirik ki, hadisələr yay fəslində olmuşdu. Kimsəsizləşmiş həyət deyəndə isə istidən hər kəs sərinliyə çəkilər də və bir ağac şaqqıldayır. Gülağanın gözləri bərəldi. Gülağa səsi eşidib qorxubdu. Bu Gülağanın ağacın qırıldığı hələ ona aydın deyil. Ağacın qırıldığını ilk görən, biz burada görəcəyik ki, ilk dəfə görən, deməli, birinci dəfə boylanan Ağa Muxtarın arvadı Ana xanım olur. Və həyətin ortasında xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıldadı. Deməli, qırılan ağac hansı ağac idi? Xartut ağacı idi. Və bir müddət tut yağışıymış kimi qara tut həyətin asfaltına töküldü. Həyətin asfaltı deyəndə, yəni qapı betondur demək istəyir. Bir də ki, tutun rəngi varmı burada? Bəli, tut nə rəngdə idi? Qara. Biz bunu hardan gördük? Qara tut. Görürsünüzmü buranı? Qara tut. Bir də ki, biz deməli, Ələbbas kişinin yaxasına oğlunun Ağa Muxtar baxanda görülə bir ki, güllə dəyib ürəyinə. Orada deyir ki, yəni rəngli, tutun rəngli olduğunu biz oradan da görmüş oluruq. Baxaq, deyir ki, və bir tut yağışıymış kimi qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağa Muxtarın arvadı Ana xanım oldu. Ana xanım mətbəxdə oturub nahar üçün nə pişirirdi? Küftə pişirirdi. Yadınızda qalsın, burada Ana xanım deməli bir küftə pişirirdi. Bir də ondan aş pişirməyi istəmişdi Ələbbas kişi. Bəs yaxşı, bir əsər də vardı. Orada da Abgüşt adı çəkilirdi. Ona da diqqət yetirək. Bu bomba hekayəsində idi ki, orada da, daha doğrusu bomba novellasındaydı. Orada da deməli, nə pişirirdilər? Abgüşt. Yəni, bir növ nə idi o? Bozbaş idi, bozbaş. Xəttimə siz fikir verməyin, əsas izahlara diqqət yetirin. Deməli, burada küftə yumrulayırdı. Şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı. Sonra çaşbaş qalmış Gülağanı görüb ətli yağlı əllərini əski ilə tələm-tələsik silə-silə deyir ki, Adə Gülağa, qaç kişiyə xəbər et, tut parçalandı. Nə deyir? Eşidib deyir ki, get kişiyə xəbər verginə. Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı və kişini çağırsın. Amma Ələbbas kişini çağırmaq lazım deyilmiş. Bax, burada bir məqama diqqət yetirin. Düzdür, baba deyir. Baxın, bir dəqiqə. Baba deyir. Amma bilmək lazımdır ki, bu Gülağanın özünün babası Fətulladır. Sadəcə Fətullahın atası Ələbbas olduğuna görə buna da baba deyir. Yaxşımı? Deməli, gəldik bura. Deyir ki, hələ onun həyat qapısına çatmamış kişi özü elə ağ köynəkdəcə çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartda tərəf gəldi. Deməli, bu Gülağanın qaçıb gedib xəbər verməyinə əslində ehtiyac yoxdur. Çünki bu kişi onsuz da
gəlirmiş. Özü də necə bir vəziyyətdə ağ köynəkdə gəlir. İti addımlarla çoxdan bəri gəzmədi. Yəni neçə vaxtı belə tələsik hərəkət eləmir. Yaşlılığın əlamətidir də. Nə deyir? Tez eləyin, tez eləyin. Biri də gərək yerdə qalmasın. Hamısını yığın bir-bir. Bircəsi də qalsa günah olar. Əslində burada harda görülübdür ki, hansısa bir ağac qırıla, onun nə bilim, bədiyətə bunun günah ola. Elə bir şey yoxdur. Sadəcə bunun özünün bir inancıdır. Yəni burada nə var? Bir inanc var. Deməli, inanc var. Bu da kişinin özünün inancıdır. Hamısını yığın, yesin gərək. Hamısı dedi tez eləyin. Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına. Testlərdə verər. Bax, bu kişi qara ümumiyyətlə tut yeyirmi? Bəli, deyir. Hana bax, görünür. Götürüb qoyur ağzına və kişiyə. Elə gəldi ki, ömründə bu ləzzətinə tut yeməyib. 100 ilin tutudur bu, 100 ilin. Axırı ki, yüzü haqladı bu xartut. Ələbbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlin ana xanıma dedi. Aş pişir bugün, aş. Bax, bu aş söhbəti görək hansı əsərlərdə vardı. 1. Koroğlu. Koroğlu qarıya demişdi. 2. Qurbanəli bəy də nə deyir? Yaxşı müsəlman plovu olsaydı yeyərdik deyir. Məclisdəki gəlinlərdən, qadınlardan biri idi. Sonra üçüncüsü, ötən ilin son gecəsində var idi mı bu? Ötən ilin son gecəsində aş pişirmək ümumiyyətlə bir çox əsərlərdə var. Bir neçəsinin adını çəkdik. Koroğlu'da var, Qurbanəli bəydə var və ötən ilin son gecəsində var. Baxaq. Gəlinə deyir ki, aş pişirginən. Bundan sonra görə nə deyir? Deyir ki, Ələbbas kişi bu dəfə Gülağaya dedi. Gördün, gördün. Elə soruşurdun, düz deyirsən, yoxsa yox. Gördün ki, bu gördün ki, nə gördünüz burada? Siz də gördünüz mü bu gördünkünü? Gördün ki nə deməkdir? Yəni bunlar öz aralarında danışırdılar. Kişi həmişə deyirmiş ki, tut 100 yaşına, yəni biz belə qənaətə gəlirik. Ya təbii ki, əsərdə nə görürsünüz, onu götürəcəksiniz. Deyir ki, burada yəni bunlar bir neçə dəfə öz aralarında danışıbdılar da. Yəni bunun nitqindən gördün ki, deməyindən məlum olur ki, deməli neymiş? Əvvəldə də danışırmışlar. Doğrudan da yaman oldu. Bu xartutun parçalanması daha buna bir söz ola bilməz. Düz deyirmiş kişi. Xartut 100 yaşına çatında parçalanırmış və burasında lap doğru deyirmiş ki, bu tutun 100 yaşı var. Aha. Əcəb oldu. Bunu bu tutdan birinci dəfə yermiş kimi Fəthullahın arvadı Məsmə dedi. Məsməni görürsüz. Görün Məsmənin nitqinə diqqət yetirin. Yığıb qonşulara da pay göndərmək lazımdır deyən kim idi? Məsmə. Qonşular ağla gələn kimin ağlına gəlir? Məsmənin. Bax, nitqləri verib testlərdə çaşdırar. Qonşulara da pay verin deyir Məsmə. Əlbaz kişinin nəvəsi Ağa Səlim üzünü arvadı Zibidəyə tutub, nə deyir? Boşqaf gəti, qazan gəti. Bu boşqaf, qazan, qaz söhbəti başqa bir yerdə də var. Bax, yadınızda qalsın. Boşqabın, bir də qazanın adını çəkən Ağa Səlimdir. Amma irəlidə görəcəksiniz. Fətullah nə deyir? Fətullah. Fətullah sadəcə qab gətir deyir. Yadınızda qalsın. Adı baad, boşqafla qazan deyən Ağa Səlimdir. Amma qab gətir deyən sadəcə Fətullahdır. Tut günüdür bugün deyən kimdir? Buna da fikir verin. Günün tut günü olduğunu deyir kim? Ələbbasın nəvəsi Ağa Səlim. Ələbbas kişi dedi, hə, birdə qalmasın yerdə gərək. Günahdır, bütün məhəldə bu məşhur tut ağacına 100 yaş tamamlanan həmin isti iyul günü. Bax, yay olduğunu bilirdik, cır-hacır yaydan, düzdür. İndi gördük nədir? İyul günüdür. Hətta gününə qədər verib şənbə günü. Bəs yaxşı, şənbə günü baş verən hadisələrdən hansılar yadınızda qalıb? Deməli, biz görürük birincisi, bircə dəqiqə. Deməli, davam edirik. Şənbə günü baş verən hadisələrdən nə yadınızda qalıb? Deməli, kesilən əsərlər içərisində bax, iyul günü, şənbə günü. Şənbə günü bax, birincisi dərs hekayəsində varmı? Şənbə günü. İkincisi, şəhidlər poemasında varmı? Bəli, var. Şəhidlər poemasında var şənbə günü. Deməli. Və baxaq. Deməli, hadisələr dedik, iyul ayında olur və şənbə günündə olur. Deyir ki, Ələbbas kişi elə belə özündən dedi də, heç kim heç vaxt diləməmişdi ki, ağacın 100 yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdır. Yoxsa ki, günaha batarsam. Belə bir qayda deyir, yox idi. Necə ki, tutun 100 yaşı tamam olanda plov pişirmək adət deyildi, amma belə bir halda yox idi ki, tut ağacı bu dünyaya 100 il ömür sürmüş və onun 100 yaşı tamam olmasını Ələbbas kişi beləcə ağacın bəhəsini ayaq
altında qoymaq günah işidir. Əlabas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə düz ürəyinin başına bircə tut düşdü. Kişinin ağ köynəyi o saat qıpqırmızı oldu. Qıpqırmızı olmaqdan bir sansı qənaətə gəldi. Deməli nəymiş bu tut? Qara tutuymuş əslində. Və deməli Ağa Muxtarın bədəni birdən-birə ürpəşdi. Və bunu görür oğlu Ağa Muxtar, ürpəşir. Niyə? Atasının qocaldığını və yox, bunu sonra düşünür. Atasının elə bir ki, ürəyinə güllə dəyibdi və atası da qocalmışdı son zamanlarda və özünün də saçı çallaşmışdı ha bu Ağa Muxtarın. Baxaq indi əsas məqamlara. Ağa Muxtarın uşaq vaxtını kim xatırlayır? Əlabbas. Ağa Muxtarın uşaq vaxtını xatırlayır Əlabbas. Atasının qocaldığını xatırlayır. Görür daha doğrusu Ağa Muxtar. Ağa Muxtarın uşaqlığı canlanır Əlabbasın xatirində. Demək olar ki, bax 2 nəfərin uşaqlığı göz önünə gəlir. Birincisi Əlabbas kişinin oğlu Ağa Muxtarın uşaqlığı Əlabbasın gözünün önünə gəlir. İkincisi də Əlabbasın özünün uşaqlığı öz gözlərinin qarşısına gəlir. Hansı məqamı tut parçalanan gecə o deməli uşaqlığın yadına salmışdı. Yaxşı, deməli Ağa Muxtarın uşaqlığını necə xatırlayır? Yadına salır ki, o vaxt divardan tutda gəzirdi, ağaca dırmaşıb tut yeyirdi, ağzı burnu üst başı qapqara qaralırdı. Əlabbas kişi özünü saxlaya bilməyib, nə deyir ürəyində? Dünyanın etibarsızlığı barədə bir iki söz dedi. Bu dünyanın etibarsızlığı söhbəti biz görəcəyik bir də hansı əsərdə ötən ilin son gecəsində deməli görmüş olacağıq. Nə zaman Qəzənfərin öldüyünü qonşu qadın yadına salır. Bax o zaman görəcəyik biz bunu. Deyir ki, dünya etibarsız dünyadır. Yaxşı, və buna da yanıb. Kişi Əlabbas kişi buna yanıb yaxılır ki, deyir ki, illər adamı nə günə qoyur. Deyir o balaca bir uşaq idi, indi qocalıb nə günə qalıb. Deməli, qocaldığı, oğlun qocaldığın ata görür, atanın qocaldığını isə oğul görür. Bax bayaqlarım demişdim. Sonra şairin sözü Əlabbas kişinin yadına düşdü. Aha, şairin sözü Əlabbas kişinin yadına düşdü. Görək bu hansı şairdir? Biz gəldi gedərik, sən yaşa dünya. Bax yadınızda qalsın. İnanmıram düşü, amma bir məlumatınız olsun ki, bu Səməd Vurğunun Kamsamal poemasındandır. Ha, biz gəldi getdik, gedərik, sən yaşa dünya. Və ağappaq bığlarının altından gülümsüyüb başını buladı. Dünyanın işlərini acığı tutmağı da ona indi gülməli göründü. Yenə də ürəyini dedi, İskəndərə qalmayan dünya kimə qalacaq? Bax, yadınızda qalsın. Biz bunu görürük Koroğlunun deməli yox, Koroğlu'da yox. İskəndərə qalmayan dünya kimə qalacaq deyəndə burada İskəndərə qalmayan dünya kimə qalacaq deyir Əlabbas kişi. Dünya Süleyman mülküdür. Süleyman adı çəkilir. Hökmdardır. İskəndər də Süleymandır. Süleyman Türkiyənin deyən Osmanlı hökmdarıdır. İskəndər isə Makedoniyalı idi. İskəndərə qalmayan dünya söhbəti buradadır. Dünya Süleyman mülküdür. Koroğlu'dadır. Deməli mal dövlət əl çirkidir. Bax bu Koroğlu'da deyilirdi. Dünya Süleyman mülküdür. Koroğlu'da deyilirdi. Bir də Vaqif dramında deyir ki, qoca gəlib deyir ha Qacara ki, Süleymana qalmayan dünya kimə qalacaq ifadəsini də orada görmüş oluruq. Aha. Bundan sonra baxırıq nəyə? Əlabbas kişinin kiçik oğlu Fəthullah, nəvəsi Gülağa. Aha, deməli buradan gördükmü Gülağanın adını? Baxın bir məqamda. Deməli, nəvəsi kim idi? Gülağa. Bu Gülağa kimin nəvəsi idi? Fəthullahın nəvəsi idi. Deyir ki, ged evdən qab gətir. Bax, bayaq mən sizə demişdim. Ağa Səlim boşqaf qazan demişdi. Bu isə deyir ki, qab gətir. Boşqaflar qazanlar baş barmaq. Bax, tutun ölçüsü varmı burada? Təxmini, bəli, baş barmaq boydadır. Xartutla doldu. Məhəllənin uşaqları tutu 100 yaşa çatıb parçalaması xəbərini eşidib Əlabbas kişigilin həyətinə daraşdılar. Hərə 5-10 tut qoydu ağzına. Böyük də kiçik də hamı deməli belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti heç başqa şeydir və heç kim ömründə bu ləzzətə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə. Qonşulara nə qədər deməli tut verilir, hərəsinə bir nimçə verilir. Amma yadınızda qalsın. Burada molla var idi. Mollaya fərqli olur. Qazan olur. Bir qazan. Baxın. Bir dəqiqə baxın bura. Gördünüzmü? Bir qazan verilir bu mollaya.
Baxaq, deyir ki, bir nimçə tut pay verdi. Elə bir Ələbaz kişiyə nişan gəlmişdi, şirini paylayırlar. Həqiqətən də elimizdə belə bir adət var. Axı nişan gələn qıza şirinliyinə götürüb qonum qonşuya paylayırlar. Bir sözlə həmin şənbə günü deməli hadisələr nə baş verdi? Cırhacır isti deyəndə yay oldu, yay deyəndə iyul ayı idi bayaq. İndi isə şənbə günü oldu. Məhəllənin uşağını atmış böyünə Zinham Ələbaz kişinin həyətindəki xartun parçalanmasından xəbər tutdu və Molla Fərzəli. Burada Molla adı varmı? Var, Molla Fərzəlidir. O da gəlir nəyə? Bir qazan aparır oradan. Dövəsləyə gəldi, durdu Ələbaz şehrin küçə qapısında. Əlbəttə Molla Fərzəli də həmişəki kimi deyirsə, yadınızda qalsın. Həmişə deməli gəlib buradan tut aparıb, indi də gəlir aparır. Bir qazan tutunu alıb getdi. Həmin axşam ana xanım yaxşıca bir plov pişirdi. Gördünüz bu yemək işinə burada kim baxırdı ən çox? Ana xanım baxırdı. Bayaqlarım küftə pişmişdi, indi də plov pişirir və arvad neçə istəkan deyir düyü eləmişdisə qalır hələ də. Ələbaz kişinin bir böyük həyat oğul nəvəsi nəticəsinə çatır. Baxaq buradan belə. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu deyir. Aydın məsələdir ki, həyat həmişə beləcə çox adamla beləcə gür olmayıbdı. Ələbaz kişinin atası usta kimi də Həzrətqulu. Ələbazın atasının adı verilibmi? Bəli, Həzrətqulu var. Ata-baba oğlu, ata-baba qulu oğlu ifadəsi hansı əsərdə keçirdi? Burada da atasının adı Həzrətquludur, orada ata-baba qulu oğlu. Ana-bacı əsərində var idi. Yoldaşının adı Qulu idi, oğlunun adı isə ata-baba idi. Deməli, Həzrətqulu buranı alanda deyir, bu həyətdə 2 dənə otaq var idi. Aha, bir mərtəbəli kiçik bir bina vardı. Bu həmin uzaq vaxtlardır ki, onda həyətdəki xartələ cavan bir Ələbaz kişidə bir balaca uşaq. Bu tüm gövdəsi indiki budaqlarınkindən nazik idi və indi həmin 2 otaqda Ələbaz kişinin nazik idi. Ələbaz kişi evləndən sonra özünə 2 otaq tikdi. Nəvəsi həmin otaqda qalır. Bax, diqqət yetirin. Verər ki, atasından qalma 2 otaqda qalır. Xeyr, elə bir şey yoxdur. Atası gəlib evlənəndə 2 dənə otaq idi. Sonradan genişlənir, 2 dənə otaq tikilir. Genişlənən 2 dənə otaqda Ələbaz kişinin nəvəsi Ağa Səlim qalır. Sonra uşaqlar böyüdü. Həyat kiçildi. 4 otaq oldu, 6. Yadda saxlayın, otaqlar belə 2, 4, 6, 8, 2 mərtəbə. Deməli, birinci 2 otaq olur, sonra 4 otaq, sonra 6, sonra 8 və ümumiyyətlə 2 mərtəbə olur. Ağa Səlim ailəsi ilə yaşayırdı. Sonra uşaqlar böyüdü. Həyat kiçildi. 4 otaq oldu. 6 otaq, 6 otaq, 8 otaq, sonra mərtəbə, bina 2 mərtəbə oldu. Oğullar evləndi, nəvələr evləndi. Həmin tutaq ağacı parçalan həyatda hamıya bir parça yer tapıldı. Ələbaz kişinin Tubu xanım. Ələbazın arvadının adı nədir? Tubu xanım. Bunların ümumilikdə neçə dənə uşağı var? Yadınızda qalsın. Bunların ümumilikdə 6 dənə uşağı var. 6. İkisi oğlandı, buradadır. 4'ü isə qızdı. Doğrudan da qəribə dünyanın işləri. Ağa Muxtar da Fəthulla da müharibədən. Bunlar hardan gəlmişlər? Müharibədən salamat qayıdıb gəldilər. Başlarına çox qəzəb, çox məşəqqət çəksə də indiki şükür salamat ikisi də çoxdan baba idi. Müharibədən sağ salamat qayıdıb gələn bir obraz da var idi. Kim idi? Qazan qapıdan Yedigey idi. Aha. Başlarına çox qəzə o qədər gəlmişdi, çox məşəqqətli çəksə də indi şükür salamat ikisi də çoxdan da baba idi. Kim başa düşdü ki, bu gecə səhərə kimi kişi. Aha. Ələbaz kişi başa düşür ki, əsas məqamlara toxunaq biz. Ələbaz kişi başa düşür ki, səhərə kimi yata bilməyəcək və uşaqlığı onun yadına düşür. Dedi axı bayaq da oğlunun uşaqlığı onun yadına salmışdı. Və deməli 5 yaş. Bu 5 yaş söhbəti bilirsiniz bir də hansı əsərdə var idi. Qoca və Dəniz qeydlər götürün. Qoca və Dənizdə var idi. Kimin idi? Manolinin 5 yaşı var idi orada da. Başlayır həmin vaxtlar yadına düşür. Deyir, indi son zamanların hadisəsi onun yadında qalmır, amma uşaqlıq hadisələr yadında qalır. Nələr yadına düşür onun? Çinməyi, plansız eşeğə minməyi, dırmaşıb, deməlidir, plansız eşeğə dırmaşıb çapmağı, bir də çəpişi var idi onun. Bu çəpiş bir də ağıllı uşaqda vardı, yadınızda qalsın. Dalına düşürdü, əlinə yarpaq yedi. Ələbaz kişinin atası kənddən gəlib Bakıda sabunçu neft mədənində işləyirdi. Ələbazın uşaqlığı sabunçuda keçir, yadınızda qalsın. Desə ki, hadisələrin olduğu hazırki dövr onu tam deyə bilmir. Ələbazın uşaqlığı sabunçuda keçib amma.
Uşaqlığının çox hissəsi yeniyetməli orada keçmişdi. Amma neftçi, atası neftçi idi, özü neftçi olmamışdı. Bu neftçi sürətlərini yadınıza salın görək hansı əsərlərdə var idi. Neftçi var idi mi? Deməli, Mikail Müşfiqin daha doğrusu Rəsul Rızanın Qızılgül Mayda poemasında var idi. Neftçi səhnəyə qalxmışdı orada qoca neftçi. Bir də ki, ötən ilin son gecəsində neftçi obrazı var. Bax, yadınızda qalsın, Qəzənfər idi. Bakıda deyir hər kəs, neftçilər onun evinə yerləşərdi, yığışardı məclislərdə. Aha, baxaq buradan belə, deməli gördük nə var burada. Neft mədənlərində işləyəndə uşaqlığı orada keçir və Ələbbas kişinin uşaqlığının çox hissəsi yeniyetməli o yerlərdə keçmişdi. Neftçi olmur, amma sənəti nə olur? Dülgər olur, dülgər. Yadınızda qalsın ki, deməli o dülgər olur. 2 gün bundan əvvəl, bax yadınızda qalsın birdən nə? Testlərdə verər və sizi də çaşdırar. Konkret yadınızda qalsın ki, 2 gün bundan qabaq deyəndə tutun parçalanmağını deyir. Öz həyətlərində bir skamya düzəldir qapısının ağzında. Bu skamyanı düzəltməyə tutun parçalanmağından qabaqdır. Tut parçalanandan sonra isə alətləri satmağa getmişdi. Aha, deməli nələri götürür özündə? Mişar 1, rəndə 2, çəkic 3. Götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri gedir, barmağın vurur, axıdır, balta ilə zədlənir. Buna kimlər nələr deyir? Baxaq, birincisi Ağa Muxtar deyir ki, bu işdən əl çək. Alxas bəy deyir, get dincəl. Aha, Meyranqulun oğlu Əliqulu nə deyir buna? Meyranqulun oğlu Əliqulu onun sənətinə dəyər verir. Özdə bu Meyranqulu nə işlə məşğul olub? Kolonka satan satıcı, benzin kolonkasında satıcıdır. Aha, Meyranqulunun oğlu nə deyir buna? Necə də əməksevər qocadır. Baxın, romantik dillə danışır da onun. Amma Alxas bəy nə demişdi? Ged uzan yat demişdi. Aha, Əliqulun danışıqlarını başa düşən yox idi. Bax, Ələbbas kişi sağ əlinə tutduğu tiyəsi qanlı baltaya baxır və pis olur o. Niyə? Hər kəsin tökülüşüb onun gəlib belə deyir, əlini qanatmasına pis olmuşdu. Naxələfli adamı yandırıb, yaxırdı. Sanki naxələfli alətlərə deyir bu. Buna fikir verək burada. Baxaq görək nə var. Əsas məqamlara toxunaq. 60-70 balta, 60-70 illik. Deməli, ildən sonra onun əlini kəsirdi. Çəkic barmağını əzirdi. Baxaq görək. Bundan sonra əsas məqamlara gedək. Testlərdə bizi verib çaşdıracaq. Aha, Xartun 100 yaşına vaxt tamamlar, həmin yay gecəsi olur. Ələbbas kişi qərara gəlir ki, ən yaxşısını aparsın, satsın alətləri. İndi gəlin bir məqama fikir verək. O alətləri elə bir insana verməsində onu belə deyək də, bu alətləri satmağa ehtiyacı yox idi. Dolanmağı yaxşı idi bir. Alətlərin qiyməti onsuz da ucuz idi. Bir də paslanmağın istəmirdi bu alətlərin. Aha. Ən yaxşısı seçib aparır satmaq idi. Birincisi niyə aparır satır? Deyir ki, dolanmağa məsələsi yaxşı idi da. İkincisi, bütün alverinin qiyməti o qədər pul eləmirdi. Və əsas məsələ burasında idi ki, bu alətlər yaxşı bir ustaya qismət olmalıdır. Bu alətlər iş görməlidir, qalıb paslanmamalıydı. Alətləri məhəllənin adamlarına da verərdi. Amma bunun yersiz səxavət olardı da, mənasız səxavət olardı. Çünki onlar bunu bilməyəcəklər. Bu alətlər gözəl-gözəl qapılar düzəldibdi, pəncərəli taxtlar, sandıqlar düzəldibdi. Baxaq. Deməli, əvvəldə tutun parçalandığını görmüşdü ana xanım. Burada alətxanaya girib nəsə götürdüyün görür ki, məsmə. Aha, bundan sonra məsmədə deməli gördü və elə başa düşdü ki, qaynatası küçə qapısı altında yarımçıq qalmış skamyanı təzəm düzəltmək istəyir. Tez Fəthullanı çağırır. Fəthullah nə işlə məşğuldur? Şəbətdə oturub çay içəcək, gecə verilişinə baxır. Bəs yaxşı, bu gecə verilişinə niyə baxır? Çünki məhəllənin qadınları gecə gəlirdilər ora. Ona görə də bunlar da həyata çıxmalı olurdular. Ağa Muxtar deyir ki, dost var, düşman var ifadəsini Ağa Muxtar deyir. Aha. Fəthullah deyir ki, deməli, əməli başda çəkilmişlər satasan. Kişi bunların üstə çamxırır. Deyir, mənim başıma ağıl qoymayın. Aha. Onların, baxaq görək. Bir də burada bircə dəqiqə toxunmadığım bir məqam var burada. Baxın, bircə dəqiqə.
Fətulla bax. Bir dəqiqə. Aha. Xoşuna gəlmir. Aha. Burada kişi götürür alətləri gəlir hara? Verər testlərdə sizə çaşdırar. Park deyil ha. Bağdır, bağ. Daha doğrusu bağça. Uşaq bağçasına gətirir, satır. Və bağçada birinci gündən fikirləşir. Elə bilir ki, gəlib onun alətlərini dağıdacaqlar. Hələ bir şey soruşacaq, amma görür ki, mənasızdır. Heç kəs gəlmir. Uşaqlar özləri üçün çox gözəl avtomatları var, tapançaları var. Yəni kişi üçün bu yeni bir şeydir. Onların dövründə bu şeylər yox idi və deyir ki, balaca vedrələri var, cürbəcür oyuncaqlar. Yəni bunun alətləri heç uşaqlara lazım deyil. Baxaq və alətlərin kimsəsizliyi, gücsüzlüyü ona təsir eləyir, onu yandırıb yaxır. Birinci gün Əl-Abbasın rəndə mişarına heç kəs baxmır, elə ikinci gündə baxmır, üçüncü gün gəlir və sadəcə bir dənə oğlan baxır və özünün içində alət gətirmişdir oraya. Yadınızda qalsın, çəkic, mişar, rəndə, bir də ki, nə idi? Zubul. Zubul idi. Aha, baxaq indi burada. Və deyir ki, biraz keçdim, bir dəqiqə. Bax, burada Əl-Abbas kişi, bir dəqiqə, əsas məqamlara baxaq. Bir müddət həyatda vurnuxub, tez-tez göyə baxdı. Oğul uşaqdan da bir ümid yarandı ki, ürəyində yağış yağacaq. Burada deməli, diqqət yetirməli olduğumuz bir məqam var. Kim? Bax, üçüncü gün gəlirlər onun alətini almağa. Bir dənə cavan oğlan gəlir. Bu oğlanın 25 yaşı var idi və soruşur qiymətini Zubulun qiymətində. Deyir ki, tükanda onun əvəzinə diril var və diril neçədir? 13 manat 50 qəpiyə. Kişi bunun əlinə baxanda bu da qəzəblənir. Yəni deyir ki, mənim əlimi belə deyək də. Yəni kişi ona görə baxırdı ki, işləyən əl-axı yara-xora içində olur, yara içində olur, əzilir, belə böyük olur. Bunun əlində heç bir şey yoxdur. Ona görə heç alətləri buna satmaq istəmirdi Əl-Abbas kişi. Bu da baxır, oğlan bunu sezir, hiss edir ki, bunun əlinə görə baxır, deyir ki, mən əlcəklə işləyirəm də, bir də elektriklə işləyirəm, heç bunlara ehtiyac yoxdur. Aha. Baxın, deyir ki, elektriklə işləyirəm, əlcəklə işləyirəm, 13 manat 50 qəpikdir. Bu da deyir ki, beləcə gedir, yəni kişi heç yəni demək istəyir ki, əslində sənin kimi insan əməyə dəyər bilmirsə, belə deyək, ona satmaq da mənasızdır. Bundan sonra artıq kişi özü gəlir, başlayır alətlərini açır, skamya düzəldir. Bir də ki, bir məqama fikir verin. Özlərinin pəncərələrdə, taxtadan olan yerlərdə, qonşularınki də başlayır bunları düzəltməyə. Və deməli, Məsmə ilə Ana xanım da məhətdə qalır buna. Bundan sonra nə görürük? Əl-Abbas kişi həyətlərindəki xart kim? Hamı fikirləşir ki, 100 yaşı ötəcəkdir, onda 100 yaşı olacaqdır. Və deməli, xartut kimi onun da 100 yaşının olacağını fikirləşir hamı. Artıq baxın, başlayanda yay ilə başlamışdıq. İndi hansı fəsildir? Payız fəslidir. Aha. Və burada görürük nəyi? Burada deməli, qonşu balaca xanım gəlib bunların skamyasının üstündə oturur. Kişinin hazırladığı simişka çıxdırdı və kişinin tərs-tərs baxdan gördüyü ki, təmizləyəcəm. Niyə deyir? Yəni deyir, bu məqamda mənə də deyir bir dənə skamya düzəldərdim. Bu da deyir ki, taxtı lazımdır və bundan sonra başlayır. Balaca xanım üçün özü də bir məqama diqqət edir. Balaca xanım deyir ki, məndə olanın heç kəsdə olmasın. Bu da nə deməkdir? Bir növ şöhrətpərəstliyi aparıb çıxardı da. Tam şöhrətpərəstlik götürmürük, amma deyir, məndə olan heç kəsdə olmasın. Xan sarayında var idi ki, bu deyir, mənim sarayımdan heç kəsdə olmamış olsun. Və bir dəqiqə baxaq. Deyir ki, neynə, sizin də qapının ağzında düzəldərəm. Balaca xanım elə bir ömründə bu qədər deyir, Sıdqoyətdən sevinməmişdi. Və deməli, bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əl-Abbas kişinin sonraki şah. Bax, burada şah əsər söhbətini verəcək sizə. Çaşmayın. Şah əsər kişinin özü üçün düzəltdiyi skamya deyildi. Balaca xanım üçün düzəltdiyi skamya idi şah əsər. Yaxşı mı? Deməli, baxaq.
Bütün məhəllə bu fikirdeydi ki, bu skamya Ələbbas kişinin sonradan sonra ustalığının şah əsəridir. Baxın, şah əsəri gördünüzmü? Həmin oktyabr səhəri hazırlar oktyabr. Yayda başlayır, oktyabrda bitir. Yəni yay fəslində başlayır, payız fəslində bitir. Bakı ilə bir təzədən yay qayıtmışdı. 100 yaşlı Xarutun həyətə səpələnmiş Xəzərlə belə bir isti heç uyuşmurdu. Çaynika qazın üstə qoyur. Gəlin belə deyək, hazırlaşır tələslə səhər yeməyinə, görür ki, aha, arvadın gözü qaynatasının alətxanasına sataşır. Görür ki, qapı açıqdır. Çəkinə-çəkinə yoldaşına deyir və yoldaşı gedir, baxır ki, artıq kişi gecəykən yuxuda keçinmişdi. Və bundan sonra deyir ki, hər gün bütün məhəllə gecə yarısına kimi Ələbbas kişinin həyətinə gəlib getdi. 100 yaşlı Xarutun altına düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi. Ağa Muxtarla Fəthilə başsağlığı verdilər. Oğlanlarına başsağlığı verirlər. O isti payız günü 100 yaşlı tut ağacda tək tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi olur. Sonra belə deyək də əfsanəvi qutarır ki, güya dildən dilə keçir ki, belə bir inan vardı ki, ümumiyyətlə məhəllədə şaya gəzir ki, Ələbbas kişinin çəkilmiş arı rəndək kəlbətini gecə öz işini gəlib, yarımçıq qalmış işini qurtarıbdır. Beləcə, əsərin forma xüsusiyyətləri barəsində də məlumatlıyıq. Epik növdə hekayə janrında yazılıb, təkkiyə əsasında hadisə fonunda sadə insan ömrü var, bəli. Ələbbas kişi keçmişin ən nələr yaşamalardır fikrinə gəlir. Çünki ayətləri istəyir ki, saxlaya, dəyərini bilən insanlara verir, o da dəyərini bilən birisini tapırdı. Ömrünün hədər yerə yaşamayan insanların surətidir Ələbbas kişi. Yəni, ömrünün hədər yerə yaşamayan bir insan, yaşamayan insanların ümumi bir surətidir.